Peyğəmbərimiz də tətbiq eləyirdi. Biz Bədir döyüşündə bunu görürük, Ühuddə görürük. Əsirləri tuturdu və səhabələr deyirdi ki, gəl bunların başlarını kəsək. Peyğəmbərimiz deyirdi ki, dayanın da, bu belə bir vəhşi bir yanaşma eləməyin. Nə bacarırsan, deyir, yazmağı. 10 nəfər müsəlmana yazmağı öyrət, səni azad edir. 10 nəfərə öyrədirdi yazmağı, bunu azad edir. Sən nə bacarırsan? Hansısa bir incəsənətin bir sahəsini. Onu öyrət, bir 10 nəfərə səni azad edirəm. Bu cür yazma oxumağı müsəlmanlara öyrədirdi, bunlar azad edir. Bu ideologiya səbəb olur ki, Talas döyüşündə bu islahata xidmət edən bir yanaşmadır. Yaradıcılıq ideologiyası. Yəni, vəhşilik yanaşması deyil. Biz əsir aldıq, bunları öldürək, belə bir düşüncəmiz yoxdur. Orada bir nəfər var idi, o çox əziyyət vermişdi müsəlmanlara. Qısa olaraq deyirəm, Peyğəmbər əlinə keçəndə səhabələr yığışdı neyniyək? Peyğəmbər dedi, gəlin bunun üzərində çox çalışaq, fikirlərini deyişək. Çünki bacarıqlı insan idi, fəsahətli insan, danışıq qabiliyyəti vardı, nitqi vardı. Dedi, bunu deyişək də fikirlərini və deyişdilər. O adam nə qədər insanları ki, həmən danışığı ilə, nitqi ilə səhv istiqamət aparmışdı, əksinə indi çevrildi, insanlara düz istiqamət verirdi. Bu Peyğəmbərin bacarığı idi. Çox gözəl, ibrətli tarixi hadisələrdir. Əslində, kitabçılıq, maariflə bağlı dərin mətləblər var. Talasda